Bax, belə bir şey deyim də sizə. Biz kuruzu təzəsini almırıq. İşləmişi gəlir də bizə. Yəni, Allah onun kəssinizin olanda, üzərində olan detallar, antifrizin radiatoru, termostat, yəni o bəzi o qızdırma temperatürünə baxan, problemlərinə baxan o detallar, bu iş fəaliyyətlərini dayandırırlar. Plus da bu gələn maşınlar ki, oradan gəlir, yəni 1 saat, 2 saata gəlib Azərbaycana çatmır. Müəyyən vaxt gəlir də, müəyyən vaxt dərəcədə gəlir. Bax, bizim bir yaxın qardaş kuruz aldı. Elə oldu, işi ilə əlaqədar çıxdı ölkədən getdi. Maşın qaldı məndə. Öz maşınım da var idi, indi onu da idarə etməkdədir. Bir-iki dəfə sürdüm, gördüm ki, hə, qızdırmağa meyilli var. O avtomobilin mən radiatorunu, termostatını, antifriz paçokunu və yaxşı antifrizlə hamısını əvəzlədim. Plus, Hətta radiatordur. radiatorda. Aldığım termostatı, bunlarda 105, maksimum 110 dərəcə, yəni normaldır. 110 daha normal demərəm, 105 normal. Yəni, bunu proqram vasitəsilə zavodun qoyduğu 105 dərəcəni biz gətirib, yəni 90 dərəcəyə qoya bilirik. Yəni, o kuruz nə olursa olsun, ona adi su da tök, o temperaturdan yuxarıya qalxmayacaq. Ya ventilator işə düşəcək, ya da tamamilə düşməyəcək. Yəni, elə olur ki, kuruz var, ventilator işə düşür, qızdırır. Başa düşdünüz nə deməsi? Yəni, o termostatları da biz bu dəqiqə orijinal termostat alıb qoymurlar. Hamısı gedirlər firma alıb qoyurlar. Firmanın da arxasında yazılır. Hə, 90 dərəcə, amma 90 dərəcə deyil. Bir də baxırsan diaqnostikada, düzdür, göstərici panelində göstərir, normaldır. Amma diaqnostikaya girsə 108-ə gəlsin. Yəni, termostatı dəyişdim, bu problem aradan qalxdı söhbəti deyil. Bunun o temperatur yazın, zavodun yazdığı 105 dərəcəni, 110 dərəcəni gətirib aşağı 90 dərəcəyə qoymaq lazım. Və bu problemlər də bundan aradan qalxır. Mən avtomobili elə etdim, xeyli də idarə elədim, sonra avtomobilin sahibi gəldi, təhvil verdim ona.